Sən qonaqsan, Belə bu gün eləmək var. Тухмасы, вот тухаем. Вот одна челка работает. Özün toxumusan? gözəl içində. Hə. Götürün. Toxuyun. Kalıblar. Nasıl birleştirdim belə bir şey. Taçdan tozu bu. Sağırsan, çağırırsan. İkincini bunun ikisinin içindən çıxartırsan. Onda qəşəng olur. Görsən necə alındı. Səndə belə əyri ki, tutu düz qəşəng. Hələ yox. Oh. Ne güzel hanımlardır orada oturanlar. İki gündə deməli toxuma ikinci bahar yaşam mərkəzinin toxuma qrupunda xanımları yığışıblar. Bizim rəhbərimiz Rafa müəllimədir. Çox gözəl rəhbərdir, yaxşı öyrədir. O, mən bir ilə yaxındır gələm, şəxsən özümü deyirəm, qızlar da yəqin özləri öz fikirlərini deyəcəklər. O qədər bizə maraqlı şeylər öyrədibdir ki, evdə də uzaq bu toxumadan əl çəkmirik. Sağ olsun, 3-cü Bahar Yaşam Mərkəzini təşkil edənlər, Nərmin xanım və Nərmin xanım. Nara xanımdır. Nara xanımı ayrıca xahiş edirəm. Yaxşı. Nar xanım da həmişə diqqətini bütün qruplarda, mən tək ora gedirəm, İşilə də gedirəm, Poeziya da gedirəm, orada çox qruplar var və həmişə diqqətini bizə yetirir, bir şey qrupumuzda yaşayır. Rafa xanımın olmayanda yeri məlum olur. Mən istəyirəm Rafa xanım. Mən toxuma qrupunun rəhbəri kimi 60 yaşdan yuxarı olan qadınların bizə qoşulmasını təklif edirəm. Gəlin, həm millə, həm milçə ilə hörməni A'dan başlayıb da koftalara, yubqalara, nə istəsəz toxumanı öyrədəcəyik. Mənim qızlarımın hamısı artıq gələndə toxumağı bilmirdilər. Amma indi maşallah hər şey toxuyurlar. Bizə qoşulun. Siz o bir qruplarda cəmaatı yığmışsınız. Burada qrup var. Poeziya qrupu var. Yox deyirəm. Yox. Qurama. Yox, doполнительно. Mən həm toxumağa gedirəm. Bilirəm, deyirəm də yığmışsınız da. Kimisi toxuma öyrənmək. İkinci baharın xüsusiyyəti ən böyük oldu ki, ən böyük xüsusiyyəti. O elə təşkil ediblər ki, bu qızlardan çoxsu xora da gedir, poeziya da gedir, bisilə də gedir. Yəni tək toxumaya getməmək şərtilə. Onu demirəm. Gəl biz sən Gəl, mən onu demək istəyirəm. Nə lazımdır onu da öyrədirəm. Nə lazım? Onlar bilməyən şeyi öyrədiriz. Bilmədikləri. Biz də eşitdik ki, bu yaxında deməli ayın 14-də, iyun ayının 14-də Dünya Toxuma Günü idi. Biz də məsləhət gördük müəlliməmiz ki, yığışaq bir yerdə və öz toxumağımızı göstərək, nümayiş elətdirək. Biz də toxuya bilirik, göstəririk. Qurbantaç, 2 söz. Mən İctimai Birliyi rəhbərlərinə, Natavan xanıma, Nərmin xanıma minnətdarlığımı bildirirəm. Nara xanıma minnətdarlığımı bildirirəm. Təqəvvüdə oturub biz darıxmırıq. Biz 3-cü baxarıq. Qızları yığışmışıq, poeziyadır, bisirdir, hər yerə gedirik. Məsələn, mən Nərgiz xanımın köməyi ilə sumkalar, avoskalar toxumağı öyrənmişəm. İndi də Allah ömür versin, Allah can sağlığı versin. Vəfa xanım mənə karşıyatka toxumağa öyrədib. Yəni, mənim işim ancaq toxumaq, bisir, belə işlərdir.
Çox sağ olun. Mən də çox şadam ki, belə qrup var, gəlirəm. Ürəyim açılır, günlərimiz xoş keçir. Minnətdaram bundan. Mən də çox şadım ki, bu qrupa gəlmişəm. Yaxşı dostlar tapmışam özümə. Çox gözəl müəllimlərimiz var. Allah canlarını sağ eləsin. Nara xanım da Allah canını sağ eləsin. Çox sağ olsun məndən gəldiyimə görə. Çox az müddətdə vaxtım gəlmişəm, amma gəlcə çox razıyam. Toxuma öyrənmişəm, qurama işinə görə Fəridə xanıma sağ ol deyirəm. Bütün təşkilata sağ ol deyirəm, minnətdarım. Mən də bir ilə yaxındır gəlirəm. Çox şeylər öyrənmişəm. Fərdə xanıma çox təşəkkür edirəm. Mənə qəşəng qurama öyrədir. Yavaş-yavaş mən də hazırlayıram. Nara xanıma təşəkkür edirəm. Çox sağ olsun. O da bizə çox şey öyrədir. Nəğmə xanıma da təşəkkür edirəm. Sağ olsunlar. Bizim üçün çox gözəl şərait yaradıblar. Hamısına minnətdaram. Sağ olsunlar. İndi də Vəfa xanım bizə toxuma öyrədir. Qəşəng belə toxuyuram. Köynək toxuyuram. Qəşəng balaca. Sağ olsun hamı. Bu sumkanı Vəfa xanımın sayəsində öyrənmişik. Gözəl sumka alınıbdır. Sağ olsun Vəfa xanım. Çox əziyyət çəkir bizim üçün. Biz də bunları öyrənirik. Böyle bir zavod tikib, zavod koydu. Ancaq əl işimizdir. Görürsən nə gözəldir. Mənim öz əl işimdir. Bizim əl işimiz. Bu kimindir? Sən eləmisən? Ha, bakağı. Ha? Bizim əl işimiz. Vəfa xanım sağ olsun öyrədib, biz elədik. Nə gözəl. Onu da Vəfa xanım özü toxuyur. Nerede bir mənə bax da. Nə toplayırsan? Я это кофточку вот такую на кофточку. Это передняя часть. Başarı koyuyorsun. Говоришь, никогда нельзя? Нет. Ну, то есть Я маты. работала, как после работы, я вот как вышла, пошла туда в Чембибагара. Qabaqda toxunmusunuz siz bunu. Toxunan Xeyr, birinci dəfədir. birinci dəfədir. Nə gözəl. Vəfa xanım öyrədi mənə. Это две спицы, да? Две спицы, да, у вас здесь? Это Да, это спицы. bir mənə bax. Nerede bir mənə bax.
Bir gözümü qaldır mənə bax. Ya. Gelin göstermeye güle.